Hazırdır. İndi məhlulu tök. Yaxşı ana. İndi soda əlavə edək. Ay qabarım. Reaksiya başladı. Salam dostlar, gəlin bugün 3-cü sinif iş dəftəri səhifə 48-də The Big Bang Experiment mətnini oxuyaq, tərcümə edək, yeni sözlərlə tanış olaq. Let's get started. The Big Bang Experiment. Dostlar, burada big böyükdür, bang isə bu partlayış mənasındadır. Amma necə? Yəni burada eksperiment aparırlar. Yəni orada da bəzi qida maddələrini qarışdırırlar və orada bomb səsi çıxır. Yəni əslində orada bang, partlayış yox. Biz elə burada bomb götürsək daha uyğun çıxacaq. Çünki onların eksperimentindən alınan nəticə həmin o partlayışın çıxardığı səsə görə verilir. Okay? The Big Bang Experiment böyük bomb eksperimenti. Eksperiment dostlar, əvvəlki dərslərimizdə demişdik, eksperiment, təcrübə, sınaq deməkdir. Kimya dərslərində və yaxud da əvvəllər bizə təbiətşünaslıq dərsləri olurdu ki, orada da bəzi yüngül eksperimentlər yazırdılar. Hər kimsə istəyirdisə, evdəmi, yoxsa məktəbdəmi bir yerdə eləyirdilər. Yəni buradan da biz mətnimizin adını götürəcəyik, böyük bomb eksperimenti və yaxud da ki, sınağı. Keçək indi mətnin əsas hissəsinə. Is your favorite class science? Dostlar, science kimyada deyə bilərik və yaxud da təbiətşünaslıq da deyə bilərik. Hal-hazırda buna ola bilsin həyat bilgisi deyirlər ya da ətraf aləm deyirlər və yaxud da dostlar, kimyada götürə bilərik bunu. Favorite sevimli, class burada dərs mənasında olacaq. Class sözü həm də sinif mənası var, amma burada sinif yox, dərsdən söhbət gedir. Sənin sevimli dərsin kimyadır. Do you like doing experiments? Sən eksperimentlər aparmağı xoşlayırsan? Here is a fun experiment. Budur əyləncəli bir eksperiment. The name of the experiment is the Big Bang Experiment. Eksperimentin adı böyük bomb eksperimentidir. Get some vinegar, baking soda, tissues and a plastic bag. Vinegar sirkə deməkdir. Yəqin ki, evdə var, görmüsünüz. Baking soda, bişirmək üçün olan soda, yəni qida sodası. Tissues, salfetka. Dostlar, burada baxın, bu salfetkadır. Tissues deyirlər. Plastic bag, plastik torba. Yəni dostlar, yəqin ki, evdə pingvin deyilən bir salafan adı eşitmisiniz. Yəni plastic bag həmin torbanın adıdır. Baxın, burada qızın əlində var. Get some vinegar, baking soda, tissues and plastic bag. Some biraz deməkdir. Biraz sirkə, soda. Burada bişirmə sözünə ehtiyac yoxdur. Yəni soda deyə bilərsiniz. Salfetka və plastik torba götürün. Many people have these things at home. Çox insanın evində bu şeylər var. Don't do the experiment in the house. Eksperimenti evdə aparmayın. Go outside and do it in the yard. Go outside, bayıra çıxın, yəni çölə çıxın və bunu həyətdə edin. Put the things in the bag and close the bag. Şeyləri, yəni yuxarıda adı çəkilən sirkə, soda torbaya qoyun və torbanı bağlayın. Shake the bag up and down. Shake silkələməkdir, up yuxarı, down isə aşağıdır. Torbanı yuxarı və aşağı silkələyin. Put the bag on the ground. Torbanı yerə qoyun. Ground həm torpaq deməkdir, həm də yer deməkdir. Yəni ola bilər ki, həyətdə tam olaraq bildiyimiz torpaq yox, bəlkə asfalt salınıb ora. O da ola bilər. Yəni axırı yerə qoyuruq. Bang, bomb. Gördünüz dostlar? Yəni burada bang adı həmin o eksperimentdən çıxan səsə görə verilir. Ona görə də biz mətnimizin adını böyük bomb eksperimenti dedik. That's a big bang. Bu böyük bombdur. Yəni partlayışdır. Partlayışın səsini ifadə edir. Do you like the Big Bang Experiment? Böyük bomb eksperimentini xoşlayırsınız? Belə dostlar, ümid edirəm xoşunuza gəldi. Fikirlərinizi rəy bölməsində gözləyirəm. Bye bye.